Məlumdur ki, Cənab Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycanda konstitusiya və suverenlik ili elan olunmuşdur. Bu il bizim Vətən müharibəsində qələbəmizin də 5-ci il dönümüdür. Eyni zamanda antiterror döyüşlərində Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından olunmasından da 2 il ötür və Xankəndidə Azərbaycanın üç rəngli şəhid qanına boyanmış Azərbaycan bayrağının dalğalanmasının da il dönümünü qeyd edəcəyik. Azərbaycanın 2 il öncəki antiterror döyüşlərindən sonra hər bir bölgəsində, vətənimizin hər bir bölgəsində üç rəngli al bayrağımız dalğalanır. Azərbaycan bütün suveren ərazisinin hüquqları bərpa olunmuşdur və bu 5 il öncə, Vətən müharibəsindən öncə bizlərdən kimlərəsə bu sözlər söylənsəydi, bir şəhid ailəsi olaraq mənə də, hətta hər kəs ümidini itirəndə mən heç zaman itirmədim. Çünki Azərbaycanın qəhrəman ordusuna, qalib liderinə və hər bir Azərbaycanlıya güvənirdim. Güvənirdim ki, bir zaman qisas alınacaq, qəhrəman əsgərimiz son sözünü deyəcəkdir. Və artıq biz Şuşada, Xankəndidə, Xocalıda, Füzulidə və işğaldan azad olmuş bütün ərazilərimizdə dirçəliş işlərinə başlamışıq. Artıq insanlarımız məcburi köçkünlərimiz yurt yerlərinə geri dönür və bu hər bir xalqımızın hər bir nümayəndəsi üçün bizim də sevindirir və biz şəhid ailələrinin də ürəyinə bir təsəllidir. Həm şəhidlərimizin ruhu şad oldu, eyni zamanda hər bir gözü yolda qalan hər bir məcburi köçkün ailəsi öz doğma yurt yerlərinə qovuşdu. Qəhrəman əsgərlərimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bizim üçün qürur vericidir ki, Azərbaycanın haqq savaşında və apardığımız bu müharibədə, haqlı müharibədə bizim ailəmizin də bir dəyəri olmuşdur. Azərbaycanın ərazi bütövlüyü müdafiəsi uğrunda şəhid komandir Raquf Orucovun ailəsi olaraq bizim üçün böyük bir təsəllidir ki, artıq biz Ağdama gedə bilirik, doğma torpaqlarımıza gedə bilirik və bu mübarizə yolunda Raquf Orucovun yetişdirdiyi qəhrəmanları, yetişdirdiyi zabitlər və əsgərlər son sözünü dedi. Və ordu quruculuğunda Raquf Orucovun gördüyü işlər, etdiyi xidmətlər və onun kimi digər komandirlərin və əsgər və zabit heyətinin göstərdiyi qəhrəmanlar Azərbaycanın haqq savaşında, haqq müharibəsində onu qalibiyyətə apardı. Və Allah hər bir şəhidimizin, hər bir qəhrəmanımızın ruhunu şad etsin və bu gün onların ruhu şaddır, əminəm ki, şaddır.